sabaha salmaq olmaz. İndi. Get filan kəslə barış. Get filan kəslə eləyəcəm. Bir dənə də filan yerdə tədbir olacaq. Orada görəcəyəm, eləyəcəm. Hala yox, bir də ayılırsan ki, getdi, öldü o. Qaldı qiyamətdə çətin olur. Qiyamətdə hamısı kasıb olur. Burada varlıdan 100 manat alıb verməsən, deyəcək ki, 100 manatı görə abrımı aparmayacaq, cəhənnəmə versən qara görə. Amma kasıbını 20 manatını alsan, gəlib darvazanı qapı petlədən çıxartar ki, 20 manatımı verginəm. Orada hamısı kasıb, orada hamısı bir-birindən haqqını tələb edir. Haqqımı ver. Çünki özüm də qara gündəyəm. Haqqımı vermirsən, yaxşı əməllərindən biraz verginəm. Var bu haqda hədis. Ki, gələcəksən namazın 5, orucun 5, xums 5, zəkat 5, hamısından 5 almışsan. Həc oyun sarmışsan, hər il gedmişsən. Hamısından 5 almışsan, veriblər bu qiymətləri əlvə. Gəlmişsən ki, bəhbəhlə cənnətə girməyə saxla, otur var. Nəyin məsələsidir? Nədir burada? Haqqun nas. Şəxsə öyün yıxıldı. Haqqun nas, bu 5-i ona verdin, bu 5-i buna verdin, o 5 getdi, bu 5 heç nə qalmadı. 5'lərdən heç nə qalmadı. Orada qırğın olacaq, qiyamət olacaq bir-birlərindən, haqq tələb eləyəcəklər. Nə qədər buradadır, ölməyib, get öp o üzündən, bu üzündən, nə ölümdür, nə olacaq, üzübün qaşı düşəcək, halallığı al, mehribansılığı eləginən, şeytanın belin sındırginən, şeytanın birinci silahı kindir insanların arasında? Ki, Həzrəti Peyğəmbər deyib ki, 2 namazı qılan mömindən gedir. 3 gündən artıq danışmasalar, küsür qalsalar. 3 gündən sonra Allah ikisinə də lənət edir. Şöyle deyirlər, ya Resulallah, sənə qurban, bunun biri pırav ola, biri niprav ola, heç olmasa bu hansında deyir, ikisinə də düz də düzdür də. Düzsən, getsən bir addım at ki. Qanan qamyana bir pay borcludur da, elədir. İslam istəyir ki, insanlar bir-biri ilə mehriban. Allah bunu belə istəyir, amma şeytan bunun əksini istəyir. İndi görürsünüz necədir vəziyyət. Hamının bir-birinə baxışını hiss eləməmişsiniz. Yoxsa mənə elə gəlir, mən havalanmışam, mən elə görürəm. Ay qardaş, görmürsünüz, o ona bir qəribə baxır, bu buna. Eyni adamdırlar, eyni əli şiyyəsi, eyni nə bilim, üzü qibləyə namaz qılırlar, eyni kişinin müqəllidləridirlər, nə bilim, hər tərəfdən baxırsan, eyni. Amma olublar düşmən. Niyə fikirləşmirlər ki, bunu şeytan eləyir? Niyə bu şeytanın belini sındırmırlar? Nə qədər zəncirlənib bu aylar, bu günlər, nə qədər ki zəncirlənib imkandır. Nə qədər ki bu zəncirdədir, imkan var ki, insanlar bir-birlərinə nə olsunlar? Mehriban olsunlar, halallaşsınlar. Allah bunu bizə qismət eləsin inşallah. Peyğəmbər